Yupqa geyinmək kişilər üçün nə zaman utanç verici bir hadisə oldu? Əslində tarix boyu bilirik ki, biz qədim cəmiyyətlərdə, hətta Asiyanın böyük bir qismində kişilər yupqa geyinirdi. Hətta məşhur o Şotlandiya ilə bağlı film var ya, Cəsur Rey. Orada Şotland əsgərlərinin yupqa geyindiyini görmüsüz və gülmüsüz bilirəm. Amma bu nə zaman kişilər üçün utanç verici bir hadisə oldu? Xüsusilə 18-ci əsrin sonunda Fransız inqilabından sonra və daha sonra gələn sənayeləşmə dövründə artıq kişilər üçün yeni maskülen standartlar formalaşdırıldı. Bu standartlar bu idi ki, kişilər bir olmalıdır, bərabər olmalıdır, bir-birinə bənzəməlidir. Qadınlar isə dekorativ olmalıdır, gözəl olmalıdır. Yəni kişilər gözəl ola bilməz. Kişi həmişə sərt olmalıdır, kişi həmişə az rəhli geyinməlidir. Və beləliklə kişilər yavaşdan o əvvəlki geyimlərini itirməyə başladılar. Bilirsiniz, orta əsrlər ay şəkilləri görmüsünüz, dar geyinirlər, rəhli geyinirlər, aristokratlar xüsusilə. Və zamanla bunu itirdilər. Xüsusilə də bunu aristokratların geyinməsi əslində buna səbəb oldu. Bilirsiniz ki, Fransız inqilabında aristokratlara nifrət var idi və onların hər bir davranışına iyrənirdi üsyançılar. Nəticə etibarilə onların davranışları bunların gözündə, yəni üsyançıların gözündə, hansı ki onlar qalib gəldi, üsyançıların gözündə iyrənc bir şeyə çevrilirdi. Və beləcə geyim psixologiyası dəyişməyə başladı və xüsusilə 19-cu əsrin sonuna qədər artıq bu özünü göstərdi ki, kişilər hərbiçi, sərt, güclü və funksional davranmağa başladılar. Yəni funksional, konkret mən bu işi görürəmsə mənə xeyir verəcək. Burada bir egzotika yoxdur. Buna biz daha yaxşı ifadə ilə belə deyə bilərik. Erotika ilə superego arasındakı bir simvolik savaş başladı insan beynində. Artıq insanlar öncəki kimi bədənlərini gözəl göstərərək erotik göstərməyə çalışmırlar. Çəkicilik statusla, üz quruluşu ilə və zəka ilə ölçülməyə başladı. Beləliklə biz buna yeni dövr deyirik artıq. Və Avropada baş verən bu hadisə bütün dünyaya yayıldı. Beləcə yupqa geyimi ənənəsini zamanla dünyada digər mədəniyyətlərdən də sıxışdırıb çıxartdı. Bəs ilk şalvar geyinənlər kim olub desək, yəni yupqa geyinmək türklər arasında, məsələn bizim aramızda yayğın idimi? Deyildi. Niyə? Bizim çox kişi olmağımızdan qaynaqlanmır bu. At sürməyimizdən qaynaqlanır. At sürən biri yupqa geyinənməz. Yandıracaq oraları, bilirsiniz. Ona görə də nə oldu? İskitlərdir, Monqollar da, türklər də, köçəri xalqlarda yupqa ənənəsi ümumiyyətlə başlamamışdı.